Şundaq değişik aşırğanlığını, zoravallıqını toxtatqanlığını körüşümüz gerek. Anda ulağa rəğbət verib, Prezident Trump ulağı bilan söhbət ötküzdü. Dövlət İştahatı Mike Pompeo mundaq görsətdi. Prezident Trump yakşənbə günü Washington şəhəri ətrafındakı David Lager'da Taliban və Afganistanın prezidenti Ghani bilan ayrım söhbət ötküzməkçi idi. Söhbət ötküzüşü bir xil iddiyin, yəni Amerikanın dövlət mənfəətini ilgiri sürüş bilan 18 yıl davamlaşqan Afganistan uruşunu axırlaşdırış idi. Talibanın vəkili Amerika ilə bir ilğə yaxın söhbət ötküzdü. Amerikanın söhbət vəkili Xəlilzadə ötkən həftə mundaq görsətdi. Minən söhbət vəkillər ümükim ramk şəkillik bir kelişim layihəni yezib çıxdı. Əgər Prezident Trump bu layihəni təsdiqlaydıqan bolsa, ondaqda 5000 kişilik Amerika əskeri qismləri 135 gün içində Amerikanın Afganistan'da kurulgan 5 caydaki hərbi bazılardan çekinip çıkarttı. Dövlət İştahatı Mike Pompeo mundaq dedi. Söhbət vəkili Xəlilzadə Amerika'ya qayıtıb geldi. Yine bir mavzu vətəndaş. Otları Asiyanı talışışma. Jungo Chet El Armiyasının Afganistan'da çekinip çıkışını müracaat kıldı. Mavzulu xəbər 9-cu ayının 8-ci günü Amerika Avazının Xitay Dil Proqramısı ilan qılındı. Xəbər mundaq başlar. Afganistan uruşu başlanıb 18 yıl ötübdü. Hazırgacha Jungo hükümetinin Amerika Afganistan'da çekinip çıkışı lazım degen bir cümle sözünü anlamagan edim. Hürmetlik vatandaş. Bu qatam Wang Bojang. Jungo Tashqi ishlar ministerligining ministri Wang Yi tunji qatam nima dedi? Chet el armiyasi Afganistandan chekinib chiqib ketish kerak. Bu bir g'ayri ahvoldek tuyuldi menga. Xabar mundaq başlandı. Jungo taraf shanba kuni, ya'ni 9-cu ayning 7-ci günü müracaat qilib mundaq dedi. Agar Amerika bilan Taliban tinchlik kelishimi imzolagan bo'lsa, Amerika rahbarligidagi chet el qo'shinlari tartiblik va mas'uliyatchanlik bilan Afganistandan chekinish kerak. Amerikanın vəkilləri bilan Talibanның vəkili ötkəzgən tinchlik söhbəti axırqı bosqichga kirib keldi. Agar ikki taraf kelishim imzolasa, 18 yıl davamlaşkan Afganistan urushi axırlaşıdır. Jungo Tashqi ishlar ministri Wang Yi Pakistan'da muxbirlarga mundaq dedi. Biz Amerika bilan Talibanning davamlıq söhbət qurishini chaqiriq qilamiz. Kelishim imzolangandan keyin ijro qilishni chaqiriq qilamiz. Ministr Wang Yi mundaq dedi. Biz Amerika bilan Taliban'a askeri çökündürüş ve zoravallığa qarıştırış vədisini icra qilib, tinchlik urug'i chechishiga texmo chaqiriq qilamiz. Amerika taraf söhbət vəkili Xəlilzadə haftanın 1-ci günü mundaq dedi. Taliban bilan ramkilik kelishim imzolab berib jatib kelishim imzolab berib bir jihatda birdaklik hosil qilin. Taliban bilan ram kelishimi imzolab bir jihat birdaklik hosil qilin. Xəlilzadə mundaq dedi. Loyiha kelishimini Prezident Trump ko'zdan kechirishi kerak. Tasdiqlasa, bunaqa prezident imzo qo'yadi.